Sizler kanalımıza hoş gördük. Puza yayınlarından bir meselenin həlinə baxaq. Yeri gəlmişkən bu meseləni iki farklı üsulla həll etməyə çalışaq. Vaxt bilmədən başlayalım. Demək, ABC bərabər tərəfli üçbucağı verilmişdir. Bucaq F 28 dərəcə verib, BD parçası CF bərabərdir və BAD bucağını soruşur. Məlumdur ki, bərabər tərəfli üçbucağın hər bir daxili bucağı 60 dərəcədir. Bura 60 dərəcədir. C bucağı da 60 dərəcədir. Biz DAC bucağını tapdıqdan sonra 60 dərəcədən A bucağı da 60 dərəcədir. 60 dərəcədən həmin bucağı çıxmaqla alfa bucağını tapacaq. BD-ni CF bərabər verdiyinə görə gəlin BD-yə bir A yazaq. Onda təbii ki, CF də nə olacaqdır? A olacaqdır. DC-yə də gəlin B işarə edək. B ilə bərabər tərəfli üçbucağın tərəfi BC bərabərdir AB bərabərdir AC, o da bərabərdir A plus B oldu. Gəlin C nöqtəsindən uzunluğu B-yə bərabər olan bir parça ayıraq AC tərəfin üzərində. Bir Y nöqtəsi qeyd edirəm. Uzunluğu B-yə bərabər bir CY parçası ayırdım. Daha doğrusu Y hərfimiz var bizdə. Biz gəlin onu T ilə işarə edək. ST parçası ayıraq. Uzunluğu B-yə bərabər olsun. Təbii ki, bərabər tərəfli üçbucağın tərəfi A-ya bərabər olduğuna görə onda AT-yə nə qalacaqdır? A qalacaqdır. Və D ilə də T-ni birləşdirirəm. D ilə T-ni birləşdirən kimi DTC bərabər yan üçbucağın təpə bucağı gördüyünüz kimi 60 dərəcə olduğuna görə onda digərləri də 60 dərəcə olacaqdır. Və bu bərabər yan üçbucaq artıq tərəfi BO-ya bərabər olan bərabər tərəfli üçbucaq oldu. Və onun xarici bucağına da biz 120 dərəcə yazaq. DCF üçbucağında da xarici bucaq 60 dərəcə olduğuna görə onda onun daxili bucağı da onun qonşusu 120 dərəcə olacaqdır. İndi gəlin biz ADT üçbucağı ilə DCF üçbucağına nəzər salaq. DCF üçbucağına nəzər salaq. Diqqətlə baxsaz, AT-miz A-ya bərabərdir. DT-miz də A-ya bərabərdir. Və aralarındakı bucaq 120 dərəcədir. Eyni qayda ilə DC-miz A-ya bərabərdir. Daha doğrusu B-yə bərabər. CF-miz də A-ya bərabərdir və aralarındakı bucaq da 120 dərəcədir. O zaman üçbucaqların tərəf əlamətinə görə bu üçbucaqlar kongru üçbucaqlardır. İki tərəf, onlar arasındakı bucaq, digər üçbucaqda iki tərəf, onlar arasında bucağı bərabərdir. Beləliklə 120-nin qarşısındakı tərəf, yəni AD tərəfi də kongruentdir. Və bu birisi üçbucaqda 120-nin qarşısındakı DF tərəfinə. Belə göstərdik ki, AD nəyə bərabərdir? AD DF-ə bərabərdir. Başqa sözlə, bu üçbucaq özü də bərabər yanlı üçbucaq oldu. 3 dənə xətt qoydum. Məlumdur ki, bərabər yanlı oturacaq iki bucaqları bərabərdir. F bucağı bizə 28 dərəcə verdiyinə görə, onda A bucağına mən 28 dərəcə yazacağım. A bucağı deməyək, D, A, F bucağına da 28 yazdım. Çünki oturacağı AF olan bərabər yanlı üçbucaqdır. A bucağın tamamı 60 dərəcə olduğuna görə, onda bu alifaya da qalacaq 60 çıxaq 28-dən 32 dərəcə. Doğru cavabımız oldu 32 dərəcə. Bu misalın bir qədər uzun yoldur. Gəlin misalın ikinci bir izahına da baxalım. ABC bərabər tərəfli üçbucaqdır. B bucağını 60 dərəcə yazıram. Təbii ki, C bucağını 60 dərəcə yazıram. BD-ni CF-ə bərabər verib, buraya A yazsam, onda burada A olacaq. Gəlin D nöqtəsindən AF parçasına perpendikülər indirək. Bura 90 dərəcə yazıram. D nöqtəsindən AF parçasına 90 dərəcə perpendikülər indirdim. Burada bir T hərfi yazıram. Təbii ki, onda TDC bucağı da 30 dərəcə olacaqdır. 30'un qabağındakı TC-yə M yazsam, nə bilim, M yazmayaq, B yazaq. TC-yə B yazsam, 90'ın qabağındakı 2B olacaqdır. Beləliklə, bərabər tərəfli üçbucağın tərəfi gördüyünüz kimi BC-miz bərabərdir, AB-miz bərabərdir, AC-miz. O da bərabərdir A plus 2B oldu. Tərəf gördüyünüz kimi A plus 2B oldu. Təbii ki, onda
AT'ye nə qalacaqdır? AT'ye A plus B qalacaqdır. Eləmi? Çünki tərəfimiz A plus 2B olması üçün A plus 2B'dən B'nin çıxanda AT'ye də A plus B qalacaqdır. İndi yenə də biz ADF üçbucağına nəzər salaq. Diqqətlə baxsaz DT hündürlükdür. AT də A plus B'dir. TF də A plus B'dir. Başqa sözlə bu DT həm hündürlük oldu, həm də AF tərəfinə çəkilən median oldu. Diqqətlə bax, A plus B'dir, bu da A plus B'dir. Yəni bu üçbucaq ADF bərabər yanlı üçbucaqdır. Bərabər yanlı üçbucaqdır. Çünki bu DT həm hündürlükdür, həm də nədir? Mediandır. Bərabər yanlı üçbucaq sonra DF nəyə bərabərdir? AD-yə bərabərdir. Oturacaq üçbucaqlar bura 28 dərəcə verdiyinə görə DAF bucağı da 28 olacaq. A bucağın tamamı 60 olduğuna görə onda alfiyədə qalacaq 32 dərəcə. Doğru cavabımız oldu B bəndi. Ümid edirəm ki, sizlər üçün yararlı oldu. Növbəti videolarda görüşərik.